Xoş gördük əziz dinləyicilər. Bizi də yaxından əlaqədar edən və bizi də yaxından maraqlandıran Suriyada baş verən hadisələr. Bilirsiniz ki, Suriyada məhz Türkiyənin yeni bazaların Palmerada böyük bir bazasının yaradılması məsələsi ortaya çıxdı. Bununla bərabər 3 dənə də ayrı baza, yəni Türkiyə bazalarıyla, 4 böyük bazayla Suriyada möhkəmlənmək istəyir və artıq Suriya hökuməti rəsmi surətdə Türkiyə üçün bu imkanı yaradıb. Amma biz nəyi gördük sahədə? Biz İsrailin köhnə Rus bazalarına, köhnə Bəşər Əsəd bazalarına Suriyada zərbə endirdiyini gördük. Bunlar nə üçündür? Bunlar əlbəttə ki, Türkiyə bazalarına endirilməyib. Amma bunlar əlbəttə ki, Türkiyə üçün mesajdır. Amandır, gəlmə bura. Amandır, bura gəlmə. Və biz Hakan Fidanın bu barədə çox səmimi, çox sakit tərzdə bir açıqlamasını gördük. Biz Suriyada İsraillə heç bir münaqişə istəmir. Üz-üzə gəlmək istəmir. Hatırlayırsınızsa, mən demişdim ki, ümumiyyətlə İsrail dövləti 1947-ci ildə yaranandan bəri, 1948-ci ildə yaranandan bəri xaos üzərində böyüyüb. O xaosun baş verməsi İsrailin böyüməyinə səbəb olur. Bu günləri də İsrail üçün Suriyada yeni torpaqlar əlavə öz torpağına qatmaq üçün xaos lazımdır. Əlbəttə, Bəşər Əsəd hökuməti ona çox sərfəli idi. Çünki zəif bir hökumət, xaos olan bir hökumət və İsrail bundan çox gözəl surətdə bəhrələnirdi böyüməsi üçün. Çünki Suriyada İbrahim koridoru məsələsi var, Dəra bölgəsi var, Dərazilər məsələsi, Durzilər məsələsi var ki, onların hesabına biraz da böyümək istəyir bu Qolan təpələri üzərində. Və sizin nəzərinizə çatdırım ki, Qolan təpələri bitkiçilik üçün, əkinçilik üçün İsrailin ən gözəl, ən verimli torpaqları sayılır. Yəni o ərazilər. Bu günlər İsrail çox narahatdır və Türkiyə bu mənada iki böyük sınaqdan çıxmış oldu. Birinci böyük sınaq ondan ibarət idi ki, məhz Bəşər Əsəd üzərində qalib gəldi, buradan İranı və Rusiyanı çıxartdı və nəyin bahasına olursa olsun mərkəzləşdirilmiş bir Suriya, sabitliyə söykənən bir Suriya qurmalıdır ki, bunu müəyyən qədər bacarmışdı. Amma yenidən ortaya kimlər çıxdı? İsrail və İran. Çox maraqlıdır ki, İsrail orada xaos istədiyi kimi İran da Suriyada Türkiyənin möhkəmlənməyini istəmir və o da xaos istəyir. Bunun üçün də yeni plan ortaya çıxdı. Ələvi, məhz Hümeymin istiqamətində, Tarsus istiqamətində Ələvilərin bir qiyamını körüklədilər. Amma nəticə etibarilə o da yatırıldı. Bu sınaqdan da güclü şəkildə çıxdı. Və Türkiyə artıq 3-cü həmlə ilə həm yeni hökumət quruldu Suriyada, həm də möhkəmlənməyə çalışır və artıq ordusunu da ora gətirməyi, Palmerada böyük bir bazasının yerləşdirilməsi də bu artıq İsrailin bütün planlarının üzərindən xətt çəkir və onu genişlənməsini məhdudlaşdırır. Bunun üçün İsrail dözə bilmir. Bunun üçün İsrail dözə bilmir. Və bunu da nəzərə almaq lazım. Düzdür, Türkiyədə çox ciddi bir ekonomik sorun var, iqtisadi sorun var. Orada hiperinflyasiya da az qala. İsrail bunu bilir və çalışır ki, orada onun başını qatsın, orada onun başına böyük bəla atsın və Türkiyə ikinci böyük bir məğlubiyyətini yaşasın orada. Çünki Türkiyənin vəziyyəti yaxşı deyil. Amma Türkiyədə nəyin bahasına olursa olsun, orada sabitliyi hələ ki qoruduğunu biz görmüş oluruq. Düzdür, burada İsrailin, burada Amerika məsələsi də var. Amerika İsraildən çox ciddi müttəfiq olsa da, amma Amerika dövləti Rusiyada, İrana qarşı, Çinə qarşı durmaqda ona böyük dövlətlərə ehtiyacı var. Onun Türkiyəyə ehtiyacı var. Onun Türkiyə müttəfiqliyinə ehtiyacı var. Ona görə də o, Türkiyənin bütün maraqlarını İsrailin ayağına ata bilməz. Və bunu etsə də sadəcə Türkiyənin özünə düşmən edir. Amma bu günləri Türkiyə düşmənçiliyi ona lazım deyil. Bunun üçün də siz görürsünüz, həm yaxın şərqdə, həm də Trump hakimiyyətə gəldikdə bu günləri Suriyada hökm verən türklərdir və biz Türkiyənin çox ciddi lideri var, biz ona dəstəkləyirik deyə bir açıqlama verdi. Amma əlbəttə ki, bu İsrailə sərf etmir.
yenə deyirəm, İsrailə o mənada sərf etmir ki, o artıq şərqə doğru genişlənməsinin tamamilə qarşısı alınır. Və bu günlərdə bir dəstək də oradan gəldi ki, PKK qüvvələri, PYD qüvvələri Hələbdən də çıxmış oldu. Bu da Amerika razılaşması ilə əlbəttə ki, ortaya çıxmış oldu. Yəni, bugün Suriyada baş verənlər dediyim kimi hadisələr birbaşa məhz Türkiyənin orada güclənməməsi üçündür. Və bugün Türk hakimiyyətinin də məhz sakit surətdə, sakit tərzdə danışması da çox maraqlı və çox düzgün addımdır. Çünki bilirsiniz ki, Türkiyə hökuməti biraz ey İsrail, ey Netanyahu, ey Niderland deyə məğzlərdən çox istifadə edir. Amma yaxşıdır ki, bu günlər artıq bunu etmir və sakit şəkildə Suriyada möhkəmlənmək istəyir. Bunu İsrail çox gözəl bilir və mən düşünürəm ki, bəli, bu doğru siyasətdir. Sakit surətdə orada oturuşduqdan sonra artıq İsrailin həqiqətən də artıq böyümək imkanı qalmır və orada olan ərəb dövlətləri içində Türkiyə bir çəkindirici faktor olaraq İsrailin qarşısında bir alternativ olaraq da məhz oradakı ərəb dövlətləri içində bu göydən düşmədir və oradakı əlbəttə ki, ərəb dövlətləri də bunu dəstəkləyənlər çoxdur. Çünki artıq orada güc qüvvəsi bölünmüş olur və İsrail gücünə qarşı bir alternativ Türkiyənin meydana çıxması bu yaxın orada olan ərəb dövlətləri üçün də əlbəttə ki, baş ucalığıdır. Amma çox təəssüflər olsun ki, dediyim ki, biz Türkiyənin inkişafını istəyirik, amma Türkiyənin içində də biraz bəlalar çoxdur. Məsələn, İmamoğlu məsələsində də çox təəssüflər olsun ki, məhz Türkiyənin inkişafı baxımından yox, burada hakimiyyət maraqlarından çıxış oldu. Ona görə də biz Türkiyə olaraq Türkiyənin inkişafını istəyirik. Onun hakimi kim olur? Bu bizim üçün çox da önəmli olmalıdır. Təşəkkür edirəm.